Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan Quba Su Meliorasiya Sistemlərinin İstismar İdarəsinin xidmət ərazisi 26.033 hektar sahəni əhatə edir. Sahələrin suvarma suyuna olan tələbatı rayon ərazisindən keçən dağ çaylarından, Samur-Abşeron kanalından, eləcə də 60 ədəd subartizan quyusundan qaldırılan su hesabını ödənilir. Əkin sahələrinə verilən suyun istehlakçılara etkisiz çatdırılması və sudan səmərəli istifadəni artırmaq məqsədi ilə torpaq məcralı kanalların beton üzlüyə alınması tədbirləri bu ildə davam etdirilir. Bu məqsədlə Mirzə Məmməd kənd, Əlibəy qışlaq və Vladimirovka kəndlərinin torpaq sahələrinə suvarma suyunun etkisiz çatdırılması məqsədi ilə Əlibəy qışlaq adlı kanalın 1 kilometr hissəsi, Pirvahid kanalının isə 600 metr hissəsi beton üzlüyə alınıb. Biz növbəti ilin hazırlıqlarına başlamışıq və bu məqsədlə kanallar ildən təmizlənir. Ərazilər, kanalların ətrafları kol-kosdan təmizlənir və növbəti ilin suvarmasının hazırlıq işlərinə başlanmışdır. Dayandığımız yer Qudalçay hidroqovşağıdır. Qudalçay hidroqovşağı 8500 əraziyə xidmət göstərir. Həmin əraziyə Qudalçay hidroqovşağından su götürən Qıdalıncı kanal vasitəsilə suvarılmasını təmin edir. Qubada son illər görülən kompleks meliorativ tədbirlər nəticəsində fermerlər əkin sahələrindən və meyvə bağlarından bol məhsul əldə edirlər. Bu da onların gəlirini artırır. Əhalinin əsas məşğuliyyəti bağçılıqdır, o cümlədən mən də onların içərisində olmaqla. Bağçılığın belə də bağa baxarsan deyir bağ olar, baxmazsan dağ olar. Belə atalar məsələ elə yerini tutur. Ona görə də bağın əsas becərilməsində, ümumdə məsələ suvarılmasında əhalinin məşğuliyyəti olmaqla bərabər əhalinin dolanışığı da oradan asıldır. Nə qədər ki uzun, bol, yəni uzun müddətli bağlarda yoxdur, yaxşı becərmə işləri, suvarılma gedərsə bol məhsul əldə edirik. Həmçinin Bolsulu çayların sahillərində yerləşən əkin sahələrinin, yaşayış məntəqələrinin və infrastruktur obyektlərin sel sularından mühafizəsi məqsədi ilə bir neçə çayın kənd ərazilərindən keçən hissəsində daş beton bəndin layihə smeta sənədlərinin hazırlanması nəzərdə tutulub. O cümlədən idarənin cari təmir planına uyğun olaraq Qusarçayın Susayqışlaq kənd ərazisindən keçən hissəsində daş beton bəndin tikintisinə yaxın vaxtlarda başlanılacaq. Dayandığımız Qudalçay çayının demək olar ki, Qubanın ən bol sulu çaylarından biridir, yəni birincisidir və bu çayda hər zaman sel təhlükəsi baş verə bilər. Buna görə də çayın sahilində yerləşən Dəlləkli kəndində, Hacıqayıb kəndində, Mirzəqasım kəndində, Quba şəhərinin özündə və yuxarı Qəçək, Qələdöz kəndlərinin ərazisində çayın mühafizəsi, çaydan ərazini sel sularından mühafizə etmək məqsədilə tərəfimizdən sahil bərkizmə işləri həyata keçirilir. Qeyd edək ki, Quba Su Meliorasiya Sistemlərinin İstismar İdarəsi 10.572 əhali, 670 qeyri-əhali olmaqla ümumilikdə 11.242 abonentə xidmət göstərir. Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədi ilə plan qrafikə əsasən 2025-ci ilin əvvəlindən ümumi həcmi 7075 kubmetr olan su anbarı və 40 kubmetr olan su çəni təlimatlara uyğun yuyularaq dezinfeksiya olunub.